Bəh, bəh, bəh. Nə gözəl mahnıdır. Allah bundan yoxdur da. Lan zəhmət olmasa maşını salınmış. Hacı, nə oldu? Yaxşısa? Lan sana deyirəm saxla maşını. Bəzən müharibə bitəndən sonra başlayır. Bəzənsə bir səs insanı həyata qaytarır. Bəzən insan evinə qayıdır, amma özü ilə qayıda bilmir. Səslər susur, amma xatirələr susmur. Ümid bəzən bir anlıqdır. Qarabağ Azərbaycandır. Rejissor Ruslan İbrahimlinin Müharibədən sonra filmi. Filmin ilk premyerası 10 may saat 16:00-da Ağcabədi rayonunda yerləşən Asan Xidmət kinoteatrında olacaq. Ünvan: Ağcabədi rayonu, Üzeyir Hacıbəyli prospekti, Asan Xidmət, 1-ci mərtəbə. Giriş pulsuzdur.